Hər birinizi salamlayıram. Bu videoda təbiətin çox dəyərli bitkilərindən biri olan qulançar bitkisi haqqında qısa bilgilər verməyə çalışacağam. Bitkimizin elmi latın adı Asparagus officinalisdir. Beynəlxalq səviyyədə qorunan mərkəzi tip kitabxanasında hal-hazırda 1168 klinik və laborator araşdırmaları yer almışdır. Qulançar bitkisi təbabətin ən önəmli bitkilərindəndir. Bitkimizi önəmli edən səbəb qaraciyərin detoks qabiliyyətini artırması, böbrəklərin toksin atma və təmizləmə prosesini sürətləndirilməsidir. Bir sözlə, detoksikasiyon enzimlərini aktivləşdirərək bədəni ağır elemental toksinlərdən və atık maddələrdən təmizlənməsində qulançar bitkisinin böyük rolu var. Qulançar bitkisinin klinik və laborator araşdırmalarına söykənərək faydalarını sıralasaq, ilk öncə böbrəkləri və sidik yollarını təmizləyici, hidrops bədəndə su toplanmasına qarşı, kökəlmə və piylənmə əleyhinə, bundan əlavə revmatizmal problemlər, artrit, oynacaq tutulması, ürək qoruyucu, təzyiq normallaşdırıcı, qaraciyər qoruyucu və təmizləyici, qanda şəkər nizamlayıcı, libido artırıcı, bağırsaq gücləndirici, hücrə stressini azaldıcı, limf vəzlərinin sağlamlığında qulançar bitkisi faydalı bilinməkdədir. Qulançar bitkisində diqqət edilməli məsələ bir anda yüksək dozlardan çəkinmək lazımdır. Öyrəşmədən yüksək dozlarda qəbulu, ciddi təzyiq düşüşü, sarımsaq soğan allergiyası olan insanlarda allergiya ehtimalı, böyrəklərdə yüklənmə, qulançar bitkisi qida olaraq yeyilsə də hamilə və süd verən analarda yüksək dozlarda yeyilməsi və qəbulu məsləhət görülmür.